Xoş gördük dəyərli izləyicilər, sizə aprelin 9-na olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə qısa müddətli yağış yağacaq, şimşək çaxacaq. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Temperatur gecə 10-14 dərəcə isti, gündüz 15-18 dərəcə isti təşkil edəcək. Azərbaycanın bəzi şimal və qərb rayonlarından başlayaraq fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensivləşəcək, dolu düşəcək, yüksək dağlıq ərazilərdə qara keçəcək. Gecə və səhər arabir duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Temperatur gecə 10-15 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 7-12 dərəcə isti təşkil edəcək. Havalar nə qədər dəyişirsə dəyişsin, əsas odur ki, sizin günləriniz xoş, huzurlu keçsin. Hələlik.